Tebrik ederim abi. Sağ ol Mustafa, sağ ol, sağ ol. Utanmırsan? Neden? Ayıpdır sen için. Ne? Oğlumu evlendirirsen bana haber edebilirsen. Ne? Onu kim dedi sana? Mehmet Ali, Sarı Mehmet Ali. Əvvəllər toya dəvət olunmadığına görə umub küsənlər olduğu halda indi vəziyyət tamamilə dəyişib. Ümumiyyətlə ölkəmizdə toy, nişan və bu qəbildən olan digər mərasimlərə qonaq dəvət etmək əsasən ailə ənənələrinə və sosial gözləntilərə əsaslanan kompleks bir məsələdir. Toy edən şəxslər adətən qohum əqrabasını, qonşularını, dost-tanışlarını, bir sözlə özünə yaxın bildiyi hər kəsi bu mərasimə dəvət edir. Lakin Azərbaycanda bu seçim prosesində bəzən məntiqə əsaslanmayan, izahı çətin olan yanaşmalar müşahidə olunur. Qonaq siyahısında iştirak edənlərin sayı 500 nəfəri keçdiyi hallarda evlənən cütlüyə heç bir bağlılığı olmayan, hətta onların tanımadığı şəxslərin toya gəlməsi artıq adi bir hala çevrilib. Bəzən isə toyumuza kimləri çağıraq sualı ətrafında yeni qurulan ailə ilə valideynlər arasında fikir ayrılığı yaranır. Bu ziddiyyətlər ciddi anlaşılmazlıqlara, bəzən də psixoloji gərginliyə səbəb olur. Digər tərəfdən çox sayda qonaq dəvət etmək və toydan nə qədər pul yığarıq düşüncəsi ilə edilən nümayişkaranə xərclər gənc ailəni toyun ilk günündən etibarən maliyyə yükü altına salır. Bəs müasir dövrün toylarında qonaq siyahısı necə tərtib olunmalıdır? Hər elə yoldan keçəni sən toya niyə çağırsan ki? Hamı öz tanışlarını çağırır da, yəni sən iş yoldaşını çağırsan, mən iş yoldaşını çağırırım. Yəni bu da olmalıdır, bu da təbiidir. Hər iki tərəfi tanıyan biriləri olmalıdır. Yəni qıraqdan heç kim gəlməməlidir. Yəni ancaq öz tanışları olmalıdır. Bəy və gəlinin? Bəy və gəlinin dost və tanışları ancaq belə. Mən öz adımdan deyə bilərəm ki, mən inşallah düşünürəm ki, öz övladlarıma təmtəraqlı toy eləyərəm. Niyə? Çünki belə görmüşəm və necə deyərlər, biraz şan şöhrət pərəstəm və xoşlayıram ki, belə bir hamı bu toydan danırsın. Toya qohum əqrəba dəvət olunmalıdır. Başqa? Başqa da tanışlar, dostlar. İlk dəfə görürəm, deyir ki, qardaş toyuma gələrsən. Mən sadəcə olaraq deyirəm ki, bağışda o gün işim var ya da başqa bir, nə bilim, deyirəm ki, ümumiyyətlə bağışda gəlmək istəmirəm. Düzdür, yəni mənə görə çağırmaq normal bir haldır, amma imtina eləmək də bir normal bir haldır. Hamı bir-birinə baxır ki, valideyn arzusudur, mənim oğlumun, övladımın toyu belə olsun, qızımın toyu belə olsun. Bu ardıcılıq da gəlib çıxarır izdamı. Toy arzudur da, kim necə istəyir. Kimin nə imkanı varsa o cür olmalıdır məncə. O heç kimə demək olmaz ki, sadə olsun, nə bilim, təmtəraqlı olsun. Dədələr məsələ var, yorğana görə ayağı uzat. O boyda adamların hamısını toya çağırmaq hesab edirəm ki, mənasız işdir, lazım deyil o qədər. Əsas etibarilə gənclərin özləri samimi, əsas etibarilə mehriban olsunlar bir-birinə və başa düşsünlər ki, ailə qurmaq nə deməkdir və öz sevgilərinə sadiq qalsınlar. Vətəndaşlarla apardığımız sorğuda bu məsələyə yanaşmaların kifayət qədər fərqli olduğu aydın görünür. Bəs toy qonaqları necə seçilməlidir? Valideynlərin arzusu ilə, yoxsa gənc ailənin istəyinə əsasən? Ailəyə o qədər də yaxın olmayan adamı toya dəvət etmək doğrudurmu? Ölkəmizdə toy qonaqlarının siyahısının bu qədər şişməsinin səbəbi nədir? Bugün sabaha saxlamadan bu və digər suallara aydınlıq gətirməyə çalışacağıq.